Bir başka pasiyentimizin burnu qaşınır. Burnun qaşıyırıq ki, sonra əməliyyata girir. Keçdi. Bir xanım pasiyentimizdir. Əməliyyata başlayacağıq indi. 2 ədəd Alman implantı qoymağı düşünürük. Amma sinus liftingimiz də olmalıdır. Qapalı sinus liftingimiz. Sümük həm ensizdir, həm də uzunluğu yoxdur. Sümük hündürlüyü yoxdur ki, implant qoyaq. Bək qorxuruq. Sizdən yox. Kimdən qorxusunuz? İmplantdan qorxuruq. Yox, məndən niyə qorxasınız ki? Səs gəlsin deyə əyildi mikrofona görə. Başlayaq, hə? Məncə həyəcan olmasın, rahatlıq olsun, həyəcanımız olmasın. 30 yaşlı bu xanımın bu hissədən dişləri yoxdur. 3 ədəd dişi yoxdur burada. Ön dişlər vinirdir. Gördüyümüz kimi bax, arxaları qalıb, qabaqlar yoxulub. Ön dişlər vinirdir. Amma burada həm sümük dardır, həm də hündürlük yoxdur ki, belə implantı qoyaq. Axı buradan haymor boşluğu keçir. Rentgende də görsək, ölçülərə bir diqqət edəsək, görəcəyik ki, doğrudan nədir. Burada sümüyün estetikasından da, ümumiyyətlə diş ətlərinin estetikası ki, burada artıq əriyib, horizontal, vertikal sümük itkiləri burada vardır. Bunlara görə burada da bir daralmalar vardır, görürük. Yəni bunlarla eyni qalınlıqda getmir. Bütün bunlara görə pasiyent narahatdır. Baxaq ki, burada implantlarımızı yerləşdirək. Sonraki etaplar pasiyentin istəyinə bağlı gələcəkdə istəsə, implantımız uğurlu olsun. Burada bu hissədən götürüb diş əti köçürtməyi də düşünmək olar. Qapalı sinus lifting eləyirik. Pasiyentə travma vermədən rahat-rahat. Alman implantı 3-8 diametr, 7 mm uzunluq. Üstdə sümüyün çat olan hissələri dəf eləyib daha alt tərəflərə bağlayacağıq. Tamamilə sümüyün içindədir. 15-dən keçir. Daha bundan artıq sıxmaq istəmirəm. Həssas yanaşaraq, hərəkətli diş əti olmasın deyə burada işlərimizi görməkdəyik. Bütün sümüyü dağıda bilmərik. Biraz artıq hissələrdən götürək. Bu fərqli mənbələrdə fərqlidir. Kim deyir qapalı sinus liftingdə sümük lazım deyil, kim deyir lazımdır. Amma bura qoyuruq. Heç o qədər də əhəmiyyəti olmasa da, amma yenə də qoyuruq öz sümüyündən. Yenə Alman implantı. Eyni diametr. 3-8 diametrdir. Yəni 3 mm.8 belə deyək. Tam 4 deyil. 7 mm də qalınlıq. Bu qədər də bəs elədi bizə. İmplantımızı yerləşdirmiş olduq. Və implantlarımızı paralel yerləşdirdiyimizi düşünürəm. Tamamen hər tərəfdən sümüyün içində və paralel. Qapalı sinus liftinglə ala biləcəyimiz nəticə. Burada inanın ki, bundan artıq bir etap bundan artıq qalın implant qoysam, artıq sümükdən gəlib çölə çıxacaqdır. Miləmil hər tərəfdə sümüyün qalınlığına əhatə eləmiş olduq. Bizim burada 5 mm yerimiz var idi. Sümüyün hündürlüyü ilə bərabər 5 mm. Sümüyün hündürlüyündən biz təxminən 1 mm yarım götürdük. Yerdə qaldı bizim 4 mm, 3 mm yarımımız. Amma 7 mm-lik implant bağladıq. Nəyin hesabına? Çünki qapalı sinus lifting haymorun damını qaldırıb, dibini qaldırıb, belə deyək, ora implantlarımızı yerləşdirdik. Sadəcə vidalarımızı bağlayaq. Burada diş ətini göstərmək istəyirəm ki, bax belə, bu diş ətini biz tikirik normal halda, tikəndə. Belə tikəndə burada bir çökəklik əmələ gəlir. Bunu dartarkən görünürük. Mən istəyirəm ki, burada bu bağ toxması dediyimiz bu qalınlıqdan götürüb, bura köçürdük və bir etap burada diş ətini qalınlaşdırmış olaq. Çünki xanım özü də baxımlı bir xanımdır. İstəyir ki, estetik gözəllik olsun burada. Bu sırf bağ toxumasının özüdür. Bağ toxuması deyirik biz buna. Bunun
nahiyyə qoyub burada diş əti qalınlığı əldə eləmiş olacaq qismən. Artıq burada pərçimləmiş olduq. Diş ətini burada görürüksə, alt qatında bir dənə də belə bir qat var. Bu qatı pərçimləmiş olduq. Bağlayacağıq, tikəcəyik. Biraz qismən diş əti burada formalaşmış olacaq. Tikiş yerlərimiz demək olar ki, hazır. Xırda para bir işlər görüb, bağlayıb tutacağıq. Və biz əməliyyatımızı bitirdik. Buradan götürdüyümüz diş ətini görürük burada da nazilib. Bu hissəyə köçürdük. Və buradan götürdüyümüz əti komple kəsib götürmədik ki, pasiyentə travma olmasın. Adətən belə komple kəsirik, götürürük, kənarda ayırdırıq. Elə ağzın içindəcə ayırdım ki, burada qanaxmalar filanlar sonra əzab-əziyyət olmasın. Və gətirib bu hissəyə qoyduq. Burada müəyyən bir qalınlıq nəzərə çarpır. Təsəvvür edək ki, bu olmasaydı belə nə qədər belə daha çökmüşlük olardı. Tikiş sayıları da sırf altındakı o bağ toxumasını tikdiyimiz üçün, buraya yapışdırdığımız üçün ki, yerində stabil qalsın. Ona görə belə çox kimi görünür. Əslində tikişlər ağrı falan vermir çoxluq azlığı. Ağrı falan verdi mi? Bəli, nə elədik? Qapalı sinus lifting elədik iki tərəfə də. Nəzərdə tutulan uzunluqda implantı yerləşdirə bildik. 2 implant yerləşdirdik və diş əti köçürməsi olundu. Mən elə gəlir ki, ən ideal vəziyyət olundu. Mən elə fikirləşirəm bir həkim kimi. Ağrı oldu mu? Narahatsınız mı? Nə demək istəyirsiniz? Hər şey əladır. Niyə gülürsünüz? Əməliyyatda gülürlər, ağlamırsınız ağrıdan. Ağlamışdım, amma indi ağlamıram. Əməliyyatdan qabaq ağlamışdınız. Əməliyyatda ağlamadınız. Və əməliyyatımız bitmiş oldu. Artıq bitirdik əməliyyatı. Mən bir bunu çıxardım. Bunu söndürdüm deyəsən. Bitdi əməliyyatımız. Ağrı oldu mu? Hə? Heç bir ağrı olmadı. Hər şey çox yaxşı idi. Təşəkkür edirəm. İnşallah bundan sonrası da yaxşı olar. Biz çox öyrətdik, siz iki belə deyərsiniz. Yo, əksinə. Çox narahat gəlmişdim. Nə yalan deyim, çox qorxurdum. İl yarımdan çoxdur sizi izləyirəm. Amma risk eləyib gələ bilmirdim. Qorxulu bir şey deyilmiş. Yəni, inşallah yaxşı olar. Özünüz kimi baxıb qorxanlara deyirsiniz ki, qorxmasınlar da. 100%. Xeyirli uğurlu olsun. Artıq əməliyyatdan sonraki vəziyyətdə sümüyümüz bura qədər gəlib. Bax, xətti görürük, sümüyümüz bura qədər gəlib. Biz nə qədər bunu qapalı sinus lifting eləyib hündürə qaldırdıq damı. Burada da biz sümükümüz nazik olduğu üçün birazca içəri itələmiş olduq və artıqlarını da götürdük oradan görünüyor. Burada da artıq implant özü bax buradan o tərəfə içəri girmişdir. Qapalı sinus liftingə də burada da baxaq ki, necədir. Burada da baxsaq görərik ki, biz qaldırmışıq və sümük bax buradan idi. Təxminən bax bu hissədən idi. Burada da ölçmüşəm, fikir versək 3.71 qalır. Bu qədər damın dibin qaldırmışıq haymol boşluğunu. Ümumiyyətlə haymol boşluğunun kənarlarındakı qalınlığa bir baxsaq, burada 2 mm.15 görəcəyik ümumi qalınlığı da. Burada da real qalınlığımız, bizim reallığımız 4 mm təxminən. Yəni burada 7 mm implantı yerləşdirmiş olduq.